9-cu suala baxırıq. Yerli vaxtı Bakıdan 8 saat 40 dəqiqə irəlidə olan coğrafi uzunluğa aid olan əlamətlər. Bildiyimiz kimi 1 saat 15 dərəcədir. 40 dəqiqə isə 1 dərəcəmiz 4 dəqiqə olduğu üçün biz bunu dərəcəyə çevirsək 8 saatı 15-ə vururuq. 120 dərəcə. Eyni zamanda 40-ı da 4-ə bölürük. 10 dərəcə 130 dərəcə. Bakının coğrafi uzunluğu 50 dərəcə. Üzərinə 130 dərəcəni əlavə etsək, bu dedikcə 180 dərəcə. Deməli, sualda 180 dərəcəli meridiana uyğun olan cavabları seçməmiz tələb olunur. Bir də beynəlxalq tarix dəyişmə meridianıdır. Təbii ki, bu doğrudur. Yəni, ondan şərqdəki məntəqələrdə bir gün irəli, qərbdə isə məntəqələrdə isə bir gün geri olur. Bütün okeanlarla kəskin fikri yanlışdır. 180 dərəcəli meridian sakit və şimal buzlu okeanına kəsişir. Deməli, 2 yanlışdır. Ən uzun meridiandır. Bu fikir də doğru deyil. Meridianlar bir-birinə bərabərdir. 4. Bu meridianın uyğun gəldiyi saat qurşağı 3 yarımkürədə yerləşir. 180 dərəcəli meridian 12-ci saat qurşağında yerləşir. Yəni 180 dərəcəni 15-ə bölsək 12-ci saat qurşağı və həmin saat qurşağı isə 4 yarımkürəsinin 4-ündə yerləşir. Deməli, bu da yanlışdır. Bu meridiandan qərbdə şərq yarımkürəsi yerləşir. Bəli, bu meridiandan qərbdə şərq yarımkürəsi, şərqdə isə qərb yarımkürəsi yerləşmiş olur. Bəli, 5-ci fikir doğrudur. 6-da bu meridianın kəsdiyi materiklər 3 yarımkürədə yerləşir. Diqqət yetirsək, 180 dərəcəli meridian Avrasiya materikini və Antarktidanı kəsir. Antarktida cənub, şərq və qərb yarımkürəsində, Avrasiya isə şimal, şərq və qərb yarımkürəsində yerləşir. Deməli, 3 yarımkürə fikri doğrudur. Sualın doğru cavabı 1, 5 və 6.